2026-cı ilin martın 28-i. Salam mənim gözəl, mənə dəstək olan komandam. Hər vaxtın xeyirli olsun. Gedək sabaha, martın 28-nə. Günün asası, gün ərzində nə gözləyir? Pul yollarda nə gözləyir? Və şəxsi həyatda nə gözləyir? Sabah gün hədiyyələrlə, gözləməyən bir məsələ ilə bağlı olacaq. Ya haraysa gözləməyən bir yerə gedəcəksiniz, sizi dəvət eləyəcəklər. Ya nəsə gözləməyən bir sevinc olacaq. Kiməsə hədiyyə gələcək. Gün ərzində də xoş münasibət, xoş sevgi, belə xoşbaxtlıq içimizdən gələcək. Çox belə ruzulu bir gündür. Səhər işiniz çox olacaq. Ya kimisə sizə əlaqə saxlayacaq işlə bağlı hansısa məsələ ilə yaxşı mənada bağlı günlə sizin danışacaq. Gün ərzində də sizi nəyisə təklif olunacaq. Yəni nə təklif, ya hədiyyə gələcək, ya sizi harasa dəvət eləyəcəklər, ya gözləməyən bir insandan mesaj gələcək, sizi harasa dəvət eləyəcəklər. Axşam vaxtıda görüş, gülüb danışmaq və özünüzü belə vacib bir insan kimi hiss eləyəcəksiniz. Bəlkə kimin sevinə, ya kiminsə harasa qonaq gedəcəksiniz və orada özünüzü çox vacib bir insan kimi, yəni diqqət sizə o qədər çox olacaq ki, belə vacib bir insan kimi hiss eləyəcəksiniz. Müəyyən isə şəxsi baxışın əlaqə saxlamaq istəməyəm. Səhifəmdə üstəgəl 79-dan başlayan 46 nəbitdən WhatsApp nömrəmdir. Yazırsınız, ya səs atırsınız və səbirli növbənizi gözləyirsiniz. Növbə sizə çatan kimi mən sizə cavab verəcəm. Zəng vurmayın, zəng vuranları avtomatik atıram bloka. Pulda sabah çalışacaqsınız və pul əlinizə gələcək. Şəxsi həyatda da kimlənsə yaxşı bir vaxt keçirdəcəksiniz. Baxmayaraq ki, həyatda bugün yağış yağır. Xeyirli olsun, mənə dəstək olan komandama.